Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəş olsun, əziz dostlar. Əvvəla onu qeyd edeyim ki, bugün Azərbaycan tarixi üçün iki əlamətdar hadisədir. Birinci hadisə təbii ki, Azərbaycan Respublikasının silahlı qüvvələrinin, xüsusi təyinatlı qüvvələrinin yaranmasının 30 illiyi tamam olur. 1995-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə yaradılmışdır. Və bilirsiniz ki, xüsusi təyinatlı qüvvələr 1994-95-ci illərdə Tərtər və Qazax əməliyyatı həyata keçirərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün 1-ci Qarabağ müharibəsində bərpasında rol oynayıb. Təbii ki, xüsusi təyinatlı qüvvələr 2016-cı il aprel döyüşləri, 2017-ci il Şərur döyüşləri və 2020-ci il Dəmir Yumruq əməliyyatı və 2023-cü il antiterror əməliyyatında da fəal iştirak edib. Buna baxmayaraq, digər bir hadisə isə təbii ki, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Avropaya səfəri zamanı, Brüssel şəhərinə səfəri zamanı, Belçika Krallığına səfəri zamanı Dövlət Neft Akademiyasında baş verən Rusiyanın xüsusi xidmət orqanlarına işləyən Fərda Qədirovun təşkilatçılığı ilə Gürcüstanda yaşayan bir vətəndaş tərəfindən 32 nəfər soydaşımız Azərbaycan Dövlət Neft Akademiyasında, Dövlət Sənaye Universitetində günahsız insanlar terrora məruz qalaraq şəhid olmuşdular. Təbii ki, bu şəhidlərin qanı axıdılması böyük bir hərbi cinayətdir və bu siyasi cinayətə görə Rusiya Federasiyasının prezidenti Vladimir Putin cavab verməlidir. Digər bir məsələ isə təbii ki, bu yaxınlarda Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevin xaricdə yaşayan blogerlərimizə qarşı həyata keçirdiyi cinayət işinin açılması ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının 70-ci maddəsi siyasi sığınacaq hüququ müddəasına ziddir. Məsələ burasındadır ki, xaricdə yaşayan blogerlərin ekstradisiyasını təşkil edəcək orqan Dövlət Təhlükəsizlik Xidmətidir. Bildiyiniz kimi, Dövlət Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət orqanlarına qarşı mübarizə aparan bir kəşfiyyat orqanıdır və 1991-ci ilin martından etibarən rəsmən Milli Təhlükəsizlik Nazirliyi adlandırılıb. 2000-ci ilin ortalarında isə Dövlət Təhlükəsizlik Xidməti adlandırılmışdır. Təbii ki, Dövlət Təhlükəsizlik Xidmətinin hal-hazırki rəisi 1-ci Qarabağ müharibə iştirakçısı hörmətli Əli Nağıyevdir və bu səbəbdən Dövlət Təhlükəsizlik Xidməti həm icra hakimiyyətində, həm Nazirlər Kabinetində Rusiya xüsusi xidmət orqanlarına işləyən şəxslərin və ayrı-ayrı din xadimlərinin, ilahiyyatçıların İran xüsusi xidmət orqanlarına işlədiklərinə görə bir çox şəxslər, Müsəlman Birlik Hərəkatının üzvləri Azərbaycan Respublikasının dünyəvi sekulyar dəyərlərinə zid olaraq konkret şəkildə onların İran xüsusi xidmət orqanlarını işlədiyinə görə və Azərbaycanda şəriət dövləti qurmaq istəyən İran İslam Respublikasının tərkibinə qatmaq niyyəti ilə həyata keçirdiyi nardaran və Gəncə hadisələri, xüsusilə Yunus Səfərovun törətdiyi antikonstitusiyon və antidemokratik cinayətə görə təbii ki, bir çox şəxslər cinayət məsuliyyətinə cəlb olunublar. Sözsüz ki, Dövlət Təhlükəsizlik Xidməti bir çox rayonlarda, İmişlidə və digər rayonlarda həyata keçirdiyi, Şüvalanda həyata keçirdiyi antiterror əməliyyatı xüsusilə Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquqlara zid olaraq həyata keçirəcəyi addımların qarşısını almışdır və İmişli şəhərinin icra hakimiyyətinin orqanının qarşısında qanunsuz şəkildə Azərbaycan Respublikasının dövlət bayrağı endirilmişdir. Bir çox dövlət orqanlarında Azərbaycan Respublikası Ali Məhkəməsinin önündə dəfələrlə
bizim etirazımıza baxmayaraq Rusiya xüsusi xidmət orqanları Azərbaycan Respublikasının dövlət bayrağını endirilmişdir. Azərbaycan-Türkiyə Universitetinin binasının önündə Azərbaycan Respublikası və Türkiyə Respublikasının dövlət bayraqları endirilmişdir. Bunlar da Rusiya xüsusi xidmət orqanlarının həyata keçirdiyi qanunsuz əməllərdir. Və bu səbəbdən biz gəldiyimiz qənaət odur ki, xaricdə yaşayan blogerlər Rusiya xüsusi xidmət orqanlarından təlimat alaraq bir çox dezinformasiyalar, dövlət sirlərimizi, hərbi sirlərimizi mətbuata açıqlayaraq Azərbaycan Respublikasının milli maraqlarına, dövlət maraqlarına zərbə vurmuşdur. Bu səbəbdən bu barədə tövsiyə edərdim ki, Dövlət Təhlükəsizlik Xidməti Baş Prokurorluğa müraciət eləsin və qeyd eləsin ki, bu Baş Prokurorluğun səlahiyyətində olmayan bir məsələdir. Çünki Baş Prokurorluq ölkə daxilində olan cinayət işlərinin araşdırılması və qərarın məhkəmə instansiyasına çatdırılmasına məşğul olan orqandır. Və bu səbəbdən xaricdə yaşayan blogerlərin, xarici ölkələrin kəşfiyyat orqanlarına bağlılığına görə və onların xarici ölkələrin konstitusiyasına və Azərbaycanla Avropa Şurası çərçivəsində əməkdaşlığını nəzərə alaraq və BMT-nin iqlim dəyişikliyi ilə əlaqədar COP29 tədbirinə uzun illər ölkə prezidentinin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin və Nazirlər Sovetinə sədrlik etdiyini nəzərə alaraq, düşünürəm ki, Avropa Şurasında yaşayan, üzv ölkələrində yaşayan soydaşlarımızın, blogerlərimizin bütövlükdə Rusiyanın kəşfiyyat orqanlarından, dövlət orqanlarımıza sızan Rusiyanın kəşfiyyat orqanlarından məlumatları aldıqlarına görə bu barədə dövlət kanallarımız yaxşı olardı ki, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət eləsinlər. Çünki Dövlət Təhlükəsizlik Xidməti bu istiqamətdə peşəkar, çevik, operativ çalışan bir orqandır və Azərbaycan Respublikasının konstitusiyasını qorumalı olan və qorumağı bacaran bir orqandır, məxfi orqandır və düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən dövlət kanallarımız, müstəqil televiziyalarımız və xaricdə fəaliyyət göstərən medialarımız mütləq şəkildə Dövlət Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etməlidir. Bu əməkdaşlığın həm müsbət tərəfləri var, həm də onun təbii ki, riskli tərəfləri var. Riskli tərəfi odur ki, sözsüz ki, bir çox məxfi məlumatların, dövlət sirlərimizin qorunması tələb olunur və bir çox dövlət sirlərimizin, hərbi sirlərimizin xaricdə yaşayan blogerlər tərəfindən ifşa olunması dövlətimizə zərər vuran, dövlətimizin inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə zərər vuran məsələlərdir. Biz Azərbaycan Respublikasının vətəndaşı olaraq bu məsələlərə, milli fədali hərəkatı olaraq bu məsələlərə laqeyd yanaşmırıq. Və hesab edirik ki, Baş Prokurorluq bütün məxfi məlumatları Dövlət Təhlükəsizlik Xidmətinə çatdırmalıdır. Hörmətli Kamran bəy, Tərtəridə baş verən hadisələrin istintaq sirri olaraq deyil də, hərbi sirr olaraq aprel döyüşlərində uğursuzluqlarla düçar olan qazilərimizə barəsində iddia olaraq Rusiya xüsusi xidmət orqanlarının iddiası əsasında onların ermənilərlə əməkdaşlığı məsələsində iddialarına Dövlət Təhlükəsizlik Xidməti dərhal müdaxilə eləməlidir. Dövlət Təhlükəsizlik Xidməti əgər Tərtər işi ilə bağlı, zərər çəkənlərlə bağlı, əgər onların lazımi şəraitlə təmin edə bilirsə və onların təhlükəsizliyini, konstitusiyada təsbit olunan sağlamlıq hüququnu qoruya bilirsə, demək ki, Dövlət Təhlükəsizlik Xidməti bu barədə peşəkar və çevik fəaliyyət göstərən orqanlardan biridir. Biz Milli Fədali Hərəkatı olaraq Almaniyada fəaliyyət göstərən bloger Əli Oğuzun efiri vasitəsilə bütün blogerlərə səslənirik. Hər biriniz Azərbaycan Respublikasının vətəndaşısınızsa, Azərbaycan Respublikasının prezidentinə və ailəsinə məxsus olan məxfi məlumatların, məxfi sirlərin, dövlət sirlərinin ifşasına nail olmayın. Bu sizə nə başucalığı gətirə bilər, nə də ki, parlamentimizdə təmsil edən insanların terror çağırışının qarşısını ala bilərsiniz. Mən düşünürəm ki, qanunvericilik orqanı
yəni xalq tərəfindən seçilən seçkili orqanlarının da bu barədə Azərbaycan Respublikasının prezidenti kimi milli iradə ortaya qoyaraq birbaşa Dövlət Təhlükəsizlik Xidmətinə müraciət eləməlidir. Sosial Tədqiqatlar Mərkəzi başda olmaqla bir çox blogerlər haqqında fikir səsləndirən millət vəkili Bəhruz Məhərrəmov da mütləq Dövlət Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etməlidir. Bir mənalı şəkildə bütün millət vəkilləri Dövlət Təhlükəsizlik Xidmətinə əməkdaşlığa keçməlidirlər. Doğrudan da əgər onlar Azərbaycan Respublikasının konstitusiyası çərçivəsində Azərbaycan Respublikasının vətəndaşıdırsa, vətəndaşı olmada şübhə yoxdursa, mütləq şəkildə Dövlət Təhlükəsizlik Xidməti ilə təmaslar qurmalıdır. Bu təmaslar Azərbaycan Respublikasının konstitusiyasına uyğundur və beynəlxalq hüquqlara uyğundur. Unutmayaq ki, dünyanın ən demokratik ölkələrində belə hər bir vətəndaş öz ölkəsinin kəşfiyyat orqanları ilə əməkdaşlığa keçir. Uzağa getməyək, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Washington Post, New York Times, Guardian və digər medialar bugün xarici kəşfiyyat tərəfindən təhdid altındadır. Unutmayaq ki, Yahudilər tərəfindən, Mossad tərəfindən hal-hazırda Mossad'a xidmət eləyən, Mossad kəşfiyyat orqanına xidmət eləyən Amerika Birləşmiş Ştatlarının prezidenti Yahudi əsilli Donald Trump faktiki olaraq Amerika Birləşmiş Ştatlarının milli maraqlarına, dövlət maraqlarına zərbə vuraraq İsrail dövlətinin maraqlarına, İsrail dövlətinin milli maraqlarına xidmət edir. Təbii ki, Yahudi lobbisi tərəfindən dəstəklənən, Yahudi lobbisi tərəfindən hakimiyyətə gətirilən respublikaçılar faktiki olaraq respublikanın milli maraqlarına, Amerika dövlətinin milli maraqlarına, federal maraqlarına zərbə vuraraq Amerika Birləşmiş Ştatlarını tamamilə avtoritar bir ölkəyə, diktatura ilə idarə olunan ölkəyə çevirmək istəyir. Və buna görə də diktatura ilə idarə olmaq niyyətinə düşən respublikaçılar diktatura ilə idarə olunan ölkələrlə əməkdaşlığa keçmək istəyir. İstər Çin Xalq Respublikası, istər Rusiya Federasiyası dünyada avtoritar rejimin, dünyada totalitar rejimin qurmaq istəyən, dünyada terror təşkilatlarını qurmaq istəyən bir ölkədir. Bu səbəbdən biz bu məsələlərə laqeyd qalmayaraq, xüsusilə Çin kəşfiyyat orqanlarına işləyən bir çox şirkətlərin, Rusiya xüsusi xidmət orqanlarına işləyən bir çox şirkətlərin, Rus dilində televiziya efirləri yayımlayan Baku TV-nin, CBC TV-nin dərhal fəaliyyətinin xitam verilməsi, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən barələrində cinayət hökmünün Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsas tutaraq kanalların fəaliyyətinə xitam verilməsi, Teleradio Şurası tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edilərək bu kanalların Azərbaycan dilində yayımlanması tələbi ilə Rus dilinin Azərbaycan məkanında yayımlanmasına xitam verilməsi, dayandırılması dərhal tələb olunur. Azərbaycan Respublikası vətəndaşlarının çoxluğunun Azərbaycan dilini dövlət dili olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsas tutaraq Azərbaycan dilində danışmağı və Azərbaycan ərazisində heç bir Rus dilli efir, Rus mədəniyyət evi, Rus mədəniyyət mərkəzinin fəaliyyətinə, necə ki Azərbaycan Respublikasının dövlət təyyarəsinə məxsus olan Azala məxsus təyyarə 24 dekabr 2024-cü ildə Rusiya Federasiyasının silahlı qüvvələrinin kalibri raketləri qanunsuz olaraq BMT tərəfindən tanınan Ukrayna Respublikasının Donetsk, Lugansk ərazilərini işğal etməsi, Gürcüstan Respublikasının Abxaziya və Cənubi Osetiya ərazilərini işğal etməsi, Moldova Respublikasının Dnestryanı ərazilərini işğal etməsini nəzərə alaraq Rusiya Federasiyasının dərhal əməkdaşlığının kəsilməsi, Çin Xalq Respublikasının əməkdaşlığının kəsilməsi tələb olunur. Hesab edirəm ki, bu tələb Azərbaycan Respublikasının vətəndaşlarının səs çoxluğu ilə seçkilərdə demokratik yolla qalib gəlmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə ünvanlayırıq. Hesab edirik ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qonşu İran İslam Respublikasının prezidenti əslən Azərbaycan türkü olan Məsud Pezeşyanla görüşündə İran İslam Respublikasında yaşayan soydaşlarımızın ana dilində təhsil almaq hüququ və öz muxtariyyatını, milli muxtariyyatını təyin etmə hüququnu təyin etdiyinə görə bu əməkdaşlığın gələcəkdə Güney Azərbaycan
dövlətinin qurulması və Rusiya neokolonizminə əsaslanan Türkmənçay müqaviləsi əsasında Azərbaycanın Araz-Çay sərhəd olmaqla Şimal və Cənubi Azərbaycana bölünməsi məsələsi beynəlxalq hüquq normaları çərçivəsində tələb olunur. Çox təəssüf ki, bugün xaricdə yaşayan blogerlər Rusiya xüsusi xidmət orqanlarına işlədiyinə görə onlar heç bir halda Türkmənçay məsələsini beynəlxalq tribunalarda, üzv olduğumuz Avropa Şurasında, əməkdaşlıq etdiyimiz neft kontraktları ilə əməkdaşlıq etdiyimiz Avropa İttifaqı ilə və Azərbaycanın Türkiyə ilə birgə əməkdaşlıq elədiyi Şuşa bəyannaməsi ilə əməkdaşlıq etdiyimiz NATO-ya bağlı prinsiplərə onların zid hesab edirik. Əslində NATO, Avropa İttifaqı və Avropa Şurası xalqların özünün müqəddəratını özü təyin etmə hüququnu təmin edir və öz hüquqlarını tələb etmə hüququnu verir. Bu səbəbdən Azərbaycan Respublikasının konstitusiyon hüququ olan tarixi Azərbaycan torpaqlarının tələb olunması heç bir halda xarici ölkələrinin ərazi iddiaları sayıla bilməz. Tarixə nəzər salsaq, Azərbaycan Xalq Cümhuriyyəti məhz Qacarlar Türk dövlətinin varisidir. Bu səbəbdən Azərbaycanın dövlətçilik ənənələrinə söykənərək biz bu məsələlərdə heç bir halda ərazi iddia prinsiplərinə dayanmırıq. Baxmayaraq ki, BMT-nin prinsiplərinə görə İran İslam Respublikasının ayrılmaz hissəsidir Güney Azərbaycan və yaxud da Ermənistan Respublikasının İrəvan, Göyçə, Zəngəzur əraziləri Ermənistan Respublikasının ayrılmaz hissəsi sayılsa da və yaxud da Borçalı, Qarayazı əraziləri Gürcüstan Respublikasının ayrılmaz hissəsi sayılsa da və yaxud da Dərbənd şəhəri Dağıstan Respublikasının ayrılmaz hissəsi sayılsa da. Bütövlükdə biz tarixi torpaqlarımızı unutmamalıyıq və mən hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti dərhal barələrində Interpola müraciət edərək Interpol vasitəsilə Azərbaycana ekstradisiyasına nail olmaq və Baş Prokurorluğun həyata keçirdiyi cinayət işinin məhkəmə instansiyası vasitəsilə yenidən iddiaların qaldırılması və aidiyyəti məhkəmə instansiyalarına müraciət edilməsi və Dövlət Təhlükəsizlik Xidmətinin tam nəzarəti altında məhkəmə prosesinin baş verməsinə nail olmaqdır. Unutmayaq ki, əgər Dövlət Təhlükəsizlik Xidmətinin nəzarəti altında olmazsa, bu proses xarici kəşfiyyatının maraqlarına xidmət edən bir məhkəmə prosesi ola bilər və bu məhkəmə prosesində onların barələrində iddiaların təmin olunmasına nail olmaq mümkün olmaz. Hesab edirik ki, biz Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşaraq biz Azərbaycan Respublikasının konstitusiyasının bizə verdiyi konstitusiyon hüququndan istifadə edərək bu müraciəti etməyə özümüzə borc bildik. Biz hesab edirik ki, Baş Prokurorluq dərhal Dövlət Təhlükəsizlik Xidməti ilə təmaslar qurmalıdır və onlar barəsində həyata keçirilən 19 mart 2025-ci ildə 19 apreldə daha doğrusu qaldırılan iddiaların Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təmin olunması və digər təbii ki, Interpolla və Daxili İşlər Nazirliyi ilə də bu əməkdaşlığın təmin olunmasına nail olmaqdır. Unutmayaq ki, Daxili İşlər Nazirliyi yalnız ölkə daxilində ictimai asayişi təmin edən və vətəndaşların konstitusiyon hüququnu təmin edən bir hüquq mühafizə orqanı və güc strukturudur. Bu səbəbdən mən hesab edirəm ki, Milli Fədai Hərəkatının konstitusiyon hüququndan istifadə edərək bu müraciəti etməyə özümə borc bilirəm. Apardığımız araşdırmalar və xaricdə yaşayan blogerlərin efirləri vasitəsilə biz Azərbaycan Respublikasına xidmət etdiyimizi, Azərbaycan Respublikasının konstitusiyasına əməl etdiyimizi, Azərbaycan Respublikasının prezidentini 5 dəfə seçdiyimizi bir daha elan etdik. Əslində bu səmimi müraciət, səmimi etiraf əslində hər bir Azərbaycan vətəndaşının konstitusiyon hüququdur. Təbii ki, biz hesab edirik ki, Mustafa Kemal Atatürk'ün Türk dünyasında qoyduğu konstitusiyon respublika anlayışı, konstitusional parlamentarizm ənənəsinə söykənərək biz hər bir vətəndaşı Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il sərəncamı ilə elan edilən konstitusiya və suverenlik ilinə əsas tutaraq hər bir Azərbaycan Respublikası vətəndaşını Azərbaycan Respublikasının konstitusiyasına əməl etməyə və bu konstitusiya kitabını əldə etməyə çağırıram. Hesab edirəm ki, hər bir Azərbaycan Respublikası vətəndaşı konstitusiyasını öz çantalarında daşımalıdır
və konstitusiyaya uyğun davranış göstərməlidir. Və çox təəssüf ki, Azərbaycan Respublikası vətəndaşların 99%-i bəzi hallarda yol hərəkəti qaydalarını metropoliten ərazisində, metropoliten işçilərinə aid olan yerlərdə əyləşdiklərinə görə bunu biz həm də konstitusiyaya və ümumiyyətlə etik qaydalarına uyğun olmayan bir hərəkət hesab edirik. Çox təəssüf ki, cəmiyyətimizdə, televiziyalarımızda konstitusiyaya aid maarifləndirici verilişlər, proqramlar, televiziya serialları və ən əsası təbii ki, bədii filmlər, teatr tamaşaları göstərilməyib. Baxmayaraq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna həsr olunmuş ictimai televiziyada yayımlanan Əqrəb mövsümü serialına yalnız və yalnız təqdir etmək düşür və bundan əlavə bundan əvvəlki Vətəndaş Az serialı da bir növ orta təhsil müəssisəsi ilə hüquq-mühafizə orqanlarının, bələdiyyə seçkili orqanlarının fəaliyyətini əks etdirən bir serial sayılsa da. Hesab edirəm ki, özəl televiziyalar bayağı verilişlərin və bizim milli mənəvi dəyərlərimizə zidd verilişlərin, ailə dəyərlərini sıradan çıxaracaq verilişlərin dərhal dayandırılması tələbi ilə Teleradio Şurasına müraciət edirik. Hesab edirik ki, Teleradio Şurası, yəni Audio-Vizual Şura, Mətbuat Şurası, Media İnkişaf Agentliyi dərhal bu verilişlərin dayandırılmasına xitam verilməlidir. Barələrində cinayət işlərinin açılmasına nail olmalıdırlar. Onlar bu illər ərzində Azərbaycan Respublikasının milli mənəvi dəyərlərinə, konstitusiyasına zidd tələblər irəli sürən verilişlərin dərhal dayandırılmasına nail olmaqdır. Hesab edirəm ki, Azərbaycan Respublikasının çox əsrlik, çox minillik dövlətçilik ənənələri var və bu çox əsrlik və çox minillik dövlətçilik ənənələri Azərbaycanda Əliyevlər və Paşayevlər ailəsinin Türk törəsinə uyğun şəkildə konstitusion əsaslarla seçkili orqanlarına seçilərək həm parlamentin üzvü, həm prezident hakimiyyətinə gəlməsi əlbəttə vətəndaşların konstitusional və Türk törəsinə dayanaraq seçimidir. Bu seçimə hörmətlə yanaşmaq bizim çox əsrlik, çox minillik Səfəvilər, Qacarlar, Əfşarlar, Şirvanşahlar dövlətinin, Atabəylər dövlətinin ənənələrinə söykənir. Bu onu göstərir ki, biz cəmiyyətimizdə, dünya ölkələrində dövlətçilik ənənələrimizi və bugün ittifaq halında əməkdaşlıq etdiyimiz Türk xalqlarının birliyinə söykənir. Çox təəssüf ki, Türk Dövlətlər Təşkilatında, xüsusilə Mərkəzi Asiya Respublikalarının, Müstəqil Dövlətlər Birliyinin, Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının, Avrasiya İttifaqının, Gömrük İttifaqının üzvü olan ölkələr Türk törəsinə zidd olaraq, Türk tarixinə, Türk dövlətçilik maraqlarına zidd olaraq, tarix boyu, əsrlər boyu Türkləri əsarətdə saxlamış Bizans imperiyasının varisi olan Yunanistan Respublikasının müttəfiqi olan Cənubi Kipr Respublikasını tanıması, Cənubi Kipr Türk Respublikasının səfirliklərin açılması ilə barəsində Avropa İttifaqının iddialarına dəstək bildirməsi milli maraqlarımıza və dövlətçilik maraqlarımıza tamamilə ziddir. Çox təəssüf ki, bəzi Rusiyanın xüsusi xidmət orqanlarına işləyən antimilli ünsürlər, anti-Azərbaycan şəbəkəsi, rus dilli telekanallar Azərbaycanda Respublikamızın Türk törəsinə dayanan, Türk dünyasının milli maraqlarına söykənən addımlarını pisləməklə məşğuldur. Azərbaycan Respublikasının üçrəngli bayrağında təsbit edilən milli dəyərlərimizin, xüsusilə Avropa inteqrasiya siyasətimizə, Türk mədəniyyətinə və İslam sivilizasiyasına, multikulturalizmlə zidd təbliğatlarla məşğuldular və onlar Avropa İttifaqını pisləməklə məşğuldular. Görəsən, Azərbaycan Respublikasının konstitusiyasına əməl etməyən, ömür boyu rüşvətxorluqla, korrupsiya ilə yol verən, xaricdən qrant alan insanlar, qaçaqmalçılıqla məşğul olan insanlar görəsən hansı milli mənəvi dəyərdən, hansı dövlət maraqlarından danışırlar? Onlar təbii ki, Sovet İttifaqının dövlət maraqlarına, Rusiya Federasiyasının dövlət maraqlarına işləyərək bu çıxışlar edirlər. Ölkə prezidentinin belə məsələlərə alət etməsi ölkə prezidentimizin imicinə, onun yürütdüyü siyasətə ziddir. Bugün hamımız etiraf eləməliyik ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 92% səs çoxluğu ilə 2024-cü il prezident seçkilərində qalib gəlmiş və 5 dəfə Azərbaycan Respublikasının prezidenti seçilmişdir.
Bunu artıq beynəlxalq ictimaiyyət də, dünya birliyi də, BMT də tanıyıb. Bu tanınma məsələsi təbii ki, beynəlxalq təşkilatların rəy sorğularında da öz əksini tapıb. Təbii ki, son 2018-ci il prezident seçkilərində, 2013-cü il, 2008-ci il seçkilərində də, 2003-cü il seçkilərində də təsbit olunub. Hesab edirəm ki, vətəndaşlarımız avamlığa son qoyub həqiqətləri deməlidir. Və Azərbaycan televiziyaları açıq-aşkar deməlidir ki, Azərbaycan Respublikasının dövlət orqanlarına sızaraq Rusiyanın xüsusi xidmət orqanlarına xidmət edən, tərtər cinayətini törədən, qanunsuz məhkəmə hökmləri çıxaran və onları siyasi məhbusa çevirən, bəzi məhkəmə hakimiyyətində çalışan Rusiyanın dövlət maraqlarına xidmət edən şəxsləri ifşa etmək və onların beynəlxalq təşkilatlar tərəfindən nano grande və onların mülklərinə bankrot etmək məsələsində əlbəttə ki, Rusiyanın dövlət maraqları rol oynayıb. Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Rusiya FSB-sinin sədri Aleksandr Borodinin yürütdüyü siyasət nəticəsində Azərbaycanın dövlət orqanlarına sızaraq Azərbaycanda antikonstitusional, antidemokratik, Azərbaycan Respublikası vətəndaşlarının seçki hüququ, sərbəst toplaşmaq hüququ, siyasi hüquqlar tapdalanıb. Azərbaycanda repressiyaların daha da artmasının səbəbləri Rusiyanın 70 il ərzində Azərbaycanı işğalda saxlaması, 28 aprel 1920-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinə son qoyulması, 1813-cü il Gürcistan müqaviləsi, 1828-ci il Türkmənçay müqaviləsi əsasında Çar Rusiyası tərəfindən Azərbaycan Araz çayı sərhəd olmaqla Şimali Azərbaycana, Cənubi Azərbaycana bölünərək işğal edilməsi və Türkmənçay müqaviləsinin şərtlərinə görə İrəvan xanlığı, Naxçıvan xanlığı, Qarabağ xanlığına köçürülən ermənilərin 1918-ci ilin 29 mayında İrəvan quberniyasında İrəvan mərkəzli Ermənistan Respublikasının yaradılması olub. Çox təəssüf ki, Azərbaycanın xalq tərəfindən seçilən seçkili orqanlarında təmsil edən, uzun illər Avropa Şurası Parlament Assambleyasında təmsil edən Səməd Seyidov, Asim Mollazadə, Erkin Qədirli, Rafael Hüseynov və digərləri təəssüflər olsun ki, Rusiya neokolonizmə qarşı birgə mübarizə məsələsini Azərbaycanda 1937-ci il repressiyalarının, 1947-53, 1988-ci il deportasiyaların, 1992-ci ildən bəri Dağlıq Qarabağ ərazilərinin 366-cı alay tərəfindən işğal olunmasını beynəlxalq təşkilatlara nəinki çatdırmayıb. Azərbaycanda baş verən qanunsuz məhkəmə hökmləri, qanunsuz olaraq Azərbaycanda vətəndaşların, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin xarici qrant adı altında, qaçaqmalçılıq adı altında qanunsuz məhkəmə hökmləri çıxaran Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşlarının adını belə çəkməyə qorxublar. Görünən odur ki, onlar xalqın qəzəbindən 70 il Rus əsarətini qəbul edən SSR nəslinin düşüncələrindən qorxublar. Görünən odur ki, onlar yenidən parlament seçkilərində qələbə qazanmamağından qorxublar. Və bu həqiqətdir. Bugün televiziya kanallarında Rusiya xüsusi xidmət orqanlarını işləyən, Rus dilində efir yayımlayan, Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsini kobud şəkildə pozaraq, efirlərdə keçmiş SSR-nin təbliğatı ilə məşğul olan, kinematografiyanın nümayəndəsi olan, Azərbaycan dilini sevməyən, Azərbaycan Respublikasının konstitusiyasını kobud şəkildə pozaraq, Azərbaycan Respublikasının milli maraqlarına zidd olaraq Rus dilini efirlərində yayımlaması və özünə ziyalı kimi cəmiyyətə sırıyan Ayaz Salayevin fikirləri Azərbaycanın milli maraqlarına, Azərbaycanın çox əsrlik dövlətçilik ənənələrinə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına və Azərbaycanın ümumilli lideri Heydər Əliyevin söylədiyi kimi Azərbaycan dili gözəl və şirin dildir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam prinsiplərinə və ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadənin söylədiyi kimi bir kərə yüksələn bayraq bir daha enməz sözlərinə ziddir. Çox təəssüf ki, belə antimilli ünsürlər, belə anti-Azərbaycan şəbəkəsini nəinki Yazıçılar Birliyi, nəinki Bəstəkarlar İttifaqı, nəinki Kinematografiya İttifaqı, Teleradio Şurası belə qınamadı.
Görünən odur ki, hələ də bu orqanlarında keçmiş SSR nostalgiyasından yaşayan, keçmiş SSR'nin qurulması iddialarını irəli sürən insanlar hələ də çoxdur. Ona görə də korrupsiya halları, ona görə də hüquqsuzluqlar, mülkiyyət hüquqları tapdalanır. Çox təəssüf ki, bu gün də Rusiyanın maraqlarına xidmət edən şəxslər var. O şəxslərin ifşa olunması, o şəxslərin biabır edilməsinə nail olmaq lazımdır. Azərbaycanda dərhal ittifaq adı altında fəaliyyət göstərən mədəni birliklərin Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsinə nail olmaqdır. Azərbaycanda İran teokratik rejiminin maraqlarına xidmət edən Qafqaz Müsəlmanlar İdarəsinin qurumu da Dini Qurumlar üzrə Dövlət Komitəsinin tam nəzarəti altına keçməlidir. Azərbaycan Respublikasının konstitusiyası bunu tələb edir. Əziz dostlar, əziz izləyicilər, Azərbaycan Respublikasının konstitusiyasına söykənərək hər bir Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasının seçkili orqanlarına itaət etməyə, xidmət etməyə çağırıram. Unutmayaq ki, Türk törəsinə görə xalq tərəfindən seçilən, milli iradəyə söykənən prezident hakimiyyəti, parlament hakimiyyəti, bələdiyyə hakimiyyətinə vətəndaşlarımızı itaətə çağırıram. Hesab edirəm ki, bu hər bir halda bizim çox əsirlik, çox minillik dövlətçilik prinsiplərimizə söykənərək demək istəyirəm. Biz əgər vətəndaşlarımızda demokratiyanı istəyiriksə, söz azadlığını istəyiriksə, mütləq mənada konstitusiyaya əməl etməliyik, yol hərəkəti qaydalarına əməl etməliyik. Bu bizim vicdan borcumuzdur. Vicdanı olan, ləyaqəti olan insanlar konstitusiyaya əməl etməlidir, yol hərəkəti qaydalarına əməl etməlidir. Görəsən, bugün xaricdə yaşayan blogerlər özlərinin yaşadığı demokratik ölkələrində görəsən yol hərəkəti qaydalarını pozarkən, konstitusiyanı pozarkən nə ilə qarşılaşırlar? Niyə gizlədirlər? Görəsən onlar doğrudanmı şəffaf fəaliyyət göstərirlər? Doğrudanmı Rusiya xüsusi xidmət orqanlarının tapşırığını, təlimatını yerinə yetirmirlər? Dünyanın heç bir demokratik ölkəsində ölkəni rəhbərlik edən prezidenti və onun ailə hakimiyyətini, ailəsini təhqir eləmirlər. Dünyanın ən monarxik dövlətlərindən olan İspaniya, Belçika, İsveç, Norveç, Böyük Britaniyada belə ölkənin ali rəhbərləri təhqir olunmur. Ölkənin ali seçkili orqanları təhqir olunmur. Onlar öz vətənlərini, öz dövlətini seçdiklərini sevirlər, sayğı duyurlar, amma tənqid də edirlər. Bugün Azərbaycanda Sovet hakimiyyətinə qulluq eləyən, Rusiyanın xüsusi xidmət orqanlarına işləyən insanlar iddia edirlər ki, güya prezidenti tənqid eləyənlər həbs olunurlar. Güya Azərbaycanı tənqid eləyənlər həbs olunurlar. Və güya Rusiyanı tənqid eləyənlər həbs olunurlar. Bəs görəsən, bugün Milli Fədali Hərəkatının sədri Fuad Muradov niyə görə həbs olundu? Ölkə prezidentini tənqid etmədiyinə görə. Ölkə prezidentini və ailəsini tənqid etmədiyinə görəmi? Xeyr, Azərbaycan Respublikasının milli maraqlarına zidd olaraq Rusiyanın kəşfiyyat orqanlarına işləyən Avrasiya hərəkatına dəstək bildirdiyinə görə həbs olunub. Ata Abdullayev isə Rusiyanın Xarici İşlər Naziri Lavrovla səmimi görüş keçirdiyinə görə və birmənalı şəkildə Azərbaycan Respublikasının 1-ci Qarabağ müharibəsində iştirak edən, Azərbaycanın qanunvericili orqanında təmsil etmiş, Azərbaycanın dövlət katibi olmuş, Azərbaycanın ana müxalifət lideri Əli Kərimlinin təhqir elədiyinə görə o həbs olunub. Bunlar həqiqətdir. Bu xalqın qəlbində gizlədilməyəcək. Bugün mən hesab edirəm ki, Azərbaycan Respublikasının vətəndaşı olaraq Milli Fədai Hərəkatının çağırışından sonra Bakı şəhər icra hakimiyyəti ana müxalifət lideri Əli Kərimli Azərbaycan Respublikasının müstəqilliyinin itirildiyi 27 aprel gününü miting keçirilməməsi haqqında qərar çıxartdı. Bundan əlavə Gürcüstan Respublikasının prezidenti Kiyaşvilinin Azərbaycana səfəri zamanı Gürcüstanda yaşayan soydaşımız Əfqan Sadıqova qarşı Gürcüstan hökumətinin, faşist hökumətinin Azərbaycana qarşı həyata keçirdiyi işgəncə, zülmə etiraz etdiyimizə görə ölkə prezidenti İlham Əliyev tərəfindən onun ekstradisiyasına və onun sərbəst şəkildə istədiyi ölkəyə getməsinə nail oldu. Görünən odur ki, o dünya Azərbaycanlıların prezidentidir. Və digər mühüm nailiyyət isə təbii ki,
Azərbaycanın əvəz olunmaz jurnalisti, Milli Azadlıq Hərəkatından tanıdığımız Türkiyə Cumhuriyyətində təhsil almış Əvəz Zeynallının xərçəng xəstəliyi ilə əlaqədar əfv olunması idi. Bu da bizim məhkəməyə gələrək onun yanında olduğumuzu və prezidentimizə və onun sədaqətli orqan olan Daxili İşlər Nazirliyimizə müraciətindən sonra biz onun əfvinə də nail olduq. Budur Milli Fədai Hərəkatının uğurlu fəaliyyəti. Biz 1918 AS saytının Məhəmməd Əmin Rəsulzadə Ev Muzeyinin təşəbbüs qruplarından biri olaraq bu işləri görə bildik. Bugün Azərbaycanda Milli Fədai Hərəkatının gücündən və onun iradəsindən zid heç bir müstəqil qeyri-hökumət təşkilatı, heç bir hərbi təşkilat Azərbaycanda mövcud ola bilməz. Bir daha biz silahlı qüvvələrimizin şəxsi heyətini, Müdafiə Nazirimiz hörmətli Hikmət Həsənovu ürəkdən təbrik edir və xüsusi təyinatlı qüvvələrin yaradılması Azərbaycanın silahlı qüvvələrimizin hərb tariximizin ən şərəfli dövrü hesab edirik. Unutmayaq ki, xüsusi təyinatlı qüvvələr Vətən müharibəsində, aprel döyüşlərində, şərur döyüşlərində və antiterror əməliyyatında uğur qazanmış bizim difai təşkilatımızın ənəllərini, Xalq Cumhuriyyətinin silahlı qüvvələrinin, xüsusilə Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, Xosrov bəy Sultanovun, Mübariz İbrahimovun, Qaçaq Nəbinin, Koroğlunun ənəllərini yaşadan bir orqandır. Hesab edirik ki, biz Şah İsmail Xətaydan başlayan bir ənənələri bugün yaşadırıq. Çox sevindirici haldır ki, qonşu İran İslam Respublikasının prezidenti ilə cənab prezidentimizin görüşündə çox səmimi bir diyaloq, bizim ölməz şairimiz Məmməd Hüseyn Şəhrayının sözləri ilə, şeirləri ilə biz böyük mənada Azərbaycanın bütövlüyünü, ayrılmaz bir hissəsi olduğunu, Güney Azərbaycanın, Azərbaycan Respublikasının ayrılmaz bir hissəsi olduğunu dünya birliyinə çatdıra bildik. Biz əminliklə deyə bilərik ki, ölkə prezidentimiz yaxın günlərdə İran İslam Respublikasında Azərbaycan xalqını sevindirəcək bir iri addım atacaq. Təbii ki, istiqlaliyyət, azadlıq, milli hökumət adı altında Seyid Cəfər Pişəvərinin, Şeyx Məhəmməd Xiyabaninin və Səttar xanın ənəllərini yaşadacaq milli dövlət quruculuğuna nail olacaq. Buna nə blogerlər, nə də bugün Rusiyaya işləyən, İrana işləyən qüvvələr istəmirlər. Və ona görə də xaricdə yaşayan blogerlər nə yazıq ki, beynəlxalq hüquqları tapdalayaraq və bugün özünü Azərbaycan Xalq Parlamenti elan edən, heç bir halda Avropa Şurasının Parlament Asambleyası tərəfindən tanınmayan Azərbaycan Respublikası Milli Məclisi, Ədliyyə Nazirliyi, Konstitusiya Məhkəməsi tərəfindən tanınmayan bir qurumda hesab edirəm ki, təmsil edən blogerlərin hər hansı bir real, demokratik dəyişikliyə nail olacaq və seçkilərin demokratik keçirilməsinə nail olacaq, korrupsiyaya son qoyulmasına nail olacaq addımları belə və islahatları belə, strategiyası belə yoxdur. Bugün çox təəssüf ki, müstəqil Azərbaycan Respublikasının yetirmələri olan nəsil belə həmin Azərbaycan Xalq Parlamentində təmsil belə etmirlər. Çox təəssüf ki, bugün Azərbaycan Xalq Parlamentində təmsil edən insanlar Milli Fədai Hərəkatının fəaliyyətini, onun real gücünü qiymətləndirməyəcək qədər özlərini gizlədən və xaricdə Rusiyanın direktivləri ilə, Rusiyanın dövlət maraqlarına xidmət edən təşəbbüslər göstərirlər. Güya bunlar vətənpərvərdilər, amma Rusiyanın Azərbaycanda həyata keçirdiyi işğal siyasətinə belə səslərini belə çıxara bilmirlər. Nəinki çıxara bilmirlər. Bugün BMT tərəfindən Ukrayna Respublikasının ərazisi sayılan Donetsk, Lugansk ərazilərinin belə Rusiya tərəfindən işğal olunmasını, Rusiya tərəfdə döyüşən vətən xaini, antimilli ünsürlər olan Azərbaycanlıları belə qınamadan onları Azərbaycana ekstradisiyasını tələb edirlər. Bu özü biabırçılıq, özü bir riyakarlıqdır. Və görəsən onlar bu səbəbdənmi? Onlar bu niyyətlərə görə bizi Azərbaycan Xalq Parlamenti tanımazdan gəlir. Bizim hər halda biz heç bir yerə satılmırıq. Nə Rusiyaya satılırıq, nə Qərbə satılırıq, nə İrana satılırıq.
Biz Azərbaycan Respublikasının dövlət maraqlarına xidmət edirik. Bugün bəzi qüvvələr güya qərbdən qrant alan insanlar özlərini Rəsulzadə Elçibəy yolunu qiymətləndirirlər. Güya özlərini Rusiyanın xüsusi xidmət orqanlarını işləməyə, özlərini şərəf hesab edən bəzi SSR ünsürləri, antimilli ünsürlər özlərini Heydər Əliyev yolunun, İlham Əliyevin davamçısı hesab edirlər. Lakin İlham Əliyevin davamçısı olan şəxs vətənini, dövlətini başqa vətənə satmamalıdır. Bu İlham Əliyev əqidəsinə ziddir. Heydər Əliyev əqidəsinə ziddir. Elçibəy əqidəsinə ziddir. Rəsulzadə əqidəsinə ziddir. Biz İlham Əliyevi seçmişik, Heydər Əliyevi seçmişik, Əlfəz Elçibəy və Ayaz Mütəllibovu seçmişik. Əhalinin 10 milyonu seçib. Bunu artıq xalqımız da bu cür qiymətləndirməlidir. Kimlərsə Elçibəyə təhqir edəcəksə, kimlərsə Heydər Əliyevi təhqir edəcəksə, kimlərsə İlham Əliyevi təhqir edəcəksə, o dövlətin anayasasını, dövlətinin təməllərini təhqir edəcək. Dövlətin atributlarını təhqir edəcək. Dövlətimizin tarixi şəxsiyyətlərini təhqir edəcək. Biz hesab edirik ki, xalqımız bu insanları ifşa etməlidir və bu insanlar Rusiyanın əlaltısı olduğunu dünya birliyinə, beynəlxalq təşkilatlara çatdırmalıdır və onların antikonstitusyon tələbləri dərhal cəzalandırılmalıdır. O insanların dövlət təhlükəsizlik xidmətinin tərəfindən, Interpol tərəfindən ciddi şəkildə bəyanatsız onlar dərhal məxfi formada Azərbaycana gətirilməlidir və Azərbaycanda məhkəmələri olmalıdır. Məhkəmələrdə sübut edilməlidir ki, bu insanlar doğrudan da cinayət törədib, doğrudan da antikonstitusyon tələbləri sürüb, doğrudan da dövlət çevrilişlərinə cəhd ediblər və s. Mən hesab edirəm ki, bizim müraciətimiz tamamilə konstitusiyaya və qanunlara uyğundur. Biz bütün məhkəmələrə gələrək bir daha əminliklə deyə bilərik ki, hələ də Rusiyanın xüsusi xidmət orqanlarına işləyən insanlar var. O insanların ifşa olunması, onların televiziya kanalları tərəfindən biabır edilməsinə nail olacaq. Və çox təəssüf ki, bugün insanlar Rusiyanın belə adını çəkməyə çəkinirlər. Hələ üstəlik də xaricdə yaşaya-yaşaya. Və hesab edirəm ki, Azərbaycan Respublikası Konstitusiyası bizim bütün hüquqlarımızı qoruyur və qoruyacaq da. Tanrı yardımcınız olsun. Sən bizimsən, durduqca bədəndə can, yaşa, çox yaşa, ey şanlı Azərbaycan. Bir kərə yüksələn bayraq bir daha enməz. Nə mutlu Türküm deyənə.